Rusiya diktatoru Vladimir Putin və Rusiya baş qərargahı tərəfindən açıq şəkildə tam ələ keçirdiyi elan olunan Kupyansk şəhəri Rusiya ordusu üçün tələyə çevrilib. İşğalçıların buradakı vəziyyəti kritikdir. Bu faktı açıq şəkildə radikal sağçı mövqeyi ilə tanınan məşhur The Blogger Alet Parker Retuns etiraf edib. Bu təxəllüsün Kanadaya qaçmış Rus yazıçısı Vladimir Lorchenkova aid olduğu güman edilir. Hazırda Kupyanskda güclü qar yağışı və şaxtalı hava şəraiti hökm sürür. Hava intensiv dron istifadəsinə mane olur. Nəzərə alsaq ki, burada irəliləyən tərəf Ukraynalılardır. Bu dəfə general şaxta Ukraynalıların tərəfində oynayır, deyə The Blogger yazıb. Onun sözlərinə görə şəhərdəki Rusiya silahlı qüvvələrinin qalıq qarnizonu ilə əlaqə tamamilə kəsilib. Ən azı Rusiya ordusunun bir neçə rotası mühasirəyə alınıb. Alet Parker Retuns vəziyyəti fəlakət adlandırıb. O bildirir ki, cəbhənin bu sahəsində Rusiya silahlı qüvvələrinin heç bir ehtiyat qüvvəsi yoxdur. O şəhərdəki real vəziyyət barədə yalan məlumat yaydıqlarına görə baş qərargahı sərt tənqid edib. Erasimovun yuxarılara gözəl hesabat vermək naminə bir neçə rota ilə həyata keçirdiyi məşhur irəliləyişlər Ukraynalılara zərbə qrupu toplamaq, ehtiyat qüvvələri cəmləmək və qərb cinahından bizim qruplaşmaya zərbə endirmək imkanı verdi. Nəticədə Oskol çayına qədər uzanan çıxıntı dərhal kəsildi. Bu da rabitənin pozulmasına gətirib çıxardı və qar yağışı ilə pis hava şəraiti vəziyyəti daha da ağırlaşdırdı. Yerdə hər şeyin güya bu qədər də aydın olmadığı barədə bütün istehqa sadəcə fəlakəti ört-basdır etmək cəhdidir, deyə The Blogger yazıb. Ukrayna hərbi sözçüsünün bildirdiyinə görə uğursuz hücumdan sonra Rusiya qoşunları Kupyansk şərqində yenidən qruplaşmaqda çətinlik çəkir. Kiyev qüvvələri isə şəhəri təmizləməyə davam edir və hazırda şəhər demək olar ki, tam şəkildə onların nəzarəti altındadır. Şərqi Xarkov vilayətində yerləşən Kupyansk mühüm dəmir yolu və avtomobil magistralı qovşağıdır. Ukrayna qoşunları 2022-ci ildə Rusiyanın geniş miqyaslı işğalına başlamasından bir neçə ay sonra şəhəri azad etdikdən bəri Rusiya qüvvələri onu yenidən ələ keçirməyə cəhd edir. Son aylarda Rusiya qoşunları şəhərə şimaldan tədricən yaxınlaşıb. Bəzi bölmələr Kupyanska daxil olaraq bir neçə məhəlləni tutub. Lakin daha sonra Ukrayna qüvvələri bu bölmələrin yollarını kəsərək onları mühasirəyə alıb. Yerüstü təchizat və ehtiyat qüvvələrə çıxışı bağlayıb. Ukraynanın Birləşmiş Qüvvələr qrupunun sözçüsü Viktor Trihubov Ukrayna televiziyasında bildirib ki, Rusiya qüvvələri Kupyansk yaxınlığında əvvəlki məğlubiyyətlərini kompensasiya etmək üçün yeni təzyiq göstərməyə çalışır. Kupyansk istiqamətində təzyiq var və Ruslar Kupyansk yaxınlığında özlərini saldıqları vəziyyəti hansısa formada bərpa etməyə və kompensasiya etməyə cəhd edirlər, deyə Trihubov bildirib. Rusiya ordusu təkcə Kupyanskda problemlərlə üzləşmir. Xarkov vilayətinin sərhəd kəndi olan Sovnitski Kazaçokda vəziyyət son dərəcə ağırdır. Rusiya silahlı qüvvələri ilə əlaqəli olan Severnik kanal adlı resurs 25 dekabrda orada baş verənlər barədə olduqca açıq şəkildə məlumat verib. Bütün diqqət Kupyanska yönəldiyi halda Sovnitski Kazaçok istiqamətində baş verən çox pis vəziyyəti gözdən qaçırmaq mümkündür, deyə Z kanal yazıb. Onun məlumatına görə komandanlıq Baranovka və Basovo istiqamətində yarılma əldə etmək üçün həmin ərazidə böyük qüvvə cəmləşdirib. İşğalçılar bu tapşırığı yerinə yetirməyə çalışarkən ağır itkilər verirlər. Burada ən çətin vəziyyət 245-ci alayın 3-cü batalyonunun payına düşüb. Onlar Baranovka yaxınlığında uğursuz mövqe tutublar. 40 nəfərdən bir neçəsi hələ irəliləyərkən məhv edilib. Sağı qalanlar isə cənub və qərb kənarlarında möhkəmlənərək Büyə kəndə hücuma hazırlaşırlar. Bir qədər əvvəl Sovnitski kəndinin cənub-qərbinə 30 nəfərlik qüvvə ilə
kəşfiyyat göndərildi. Onlar tezliklə darmadağın edildi və ağır itkilərlə geri çəkilməli oldular. Asavonun şimalına irəliləmək cəhdi də uğursuz oldu və bu belə davam edir. Hücum uğursuzluğu yenidən sızma deyə Severny kanal yazıb. O həmçinin qeyd edib ki, Rusiya hücum bölmələrinə hətta yaralı olsalar belə geri çəkilmək qadağan edilir. Bundan əlavə hərbçilərə tək-tək hərəkət etmək də yasaqlanıb. Çünki bu halda onlar sadəcə fərarilik edə bilər. Çoxlu sayda 500-lər və əmrdən imtina edənlər var, deyə The Resurs bildirib. Nəticədə itkilər çox böyükdür və heç bir uğur əldə olunmayıb. Xarkov vilayət hərbi administrasiyasının rəhbəri Aleksey Nikubovun sözlərinə görə Sotnitski Kozaçovda Rusiya qüvvələri cəbhəni genişləndirməyə cəhd etsələr də ciddi itkilərə məruz qalıblar. 50-dən çox ölü və təxminən 100 yaralı var. Cəbhə xətti isə sabit qalıb. Düşmən cəbhəni genişləndirəcəyini iddia edirdi və Sotnitski Kozaçovda bunu etməyə çalışdı. İlk növbədə onu deyim ki, orada cəbhə sabitdir və düşmən həmin ərazidə məhv edilir. Bir neçə gün davam edən aktiv döyüşlər ərzində 50-dən çox Rus hərbçisi öldürülüb, təxminən 100 nəfər isə yaralanıb, deyə Sinigubov bildirib. O əlavə edib ki, oxşar yarılma cəhdləri digər istiqamətlərdə də baş verə bilər. Düşmən digər istiqamətlərdə və ya ərazilərdə də cəhdlər edəcək, növbəti prioritetini seçmək və hücum əməliyyatlarının zonasını genişləndirmək üçün qoşunlarımızın mövqelərini yoxlayacaq, deyə o vurğulayıb. Sinigubov həmçinin İzyum istiqamətində, xüsusilə Borova qəsəbəsi ətrafında gərginliyin artdığını qeyd edib. Onun sözlərinə görə Rusiya qüvvələri həmin ərazidə Ukrayna müdafiə mövqelərini sınaqdan keçirməyə davam edir.